Salam uşaqlar. Bugün sizlərə buraxılış imtahanında natural ədədlər mövzusundan düşmüş maraqlı bir sualın həllini verəcəm. Deməli, əbob 6-dır. Biz qeyd edirik ki, A bərabər 6x, B bərabər 6y. Yəni, həm A, həm də B 6-ya bölünən istənilən bir ədəddir. 6-nın neçəsə qatıdır. A vurulsun B 180 olduğuna görə yazırıq ki, 6x vurulsun 6y bərabər 180. Hasildə yerinə qoyuruq. 36xy 180-ə bərabərdir. 180-i 36-ya bölsəniz, cavabı 5 alarsınız. Deməli, vuranda 5 eləyən ədədlər hansılardır uşaqlar? 1 və 5-dir. Düzdürmü? x1, y 5 olsun. Bu zaman A ədədimiz 6 vurulsun 1, 6. B ədədimiz isə 6 vurulsun 5, 30 olar. Ədədlərimizdən biri 30, digəri 6-dır. Bizdən cəmini soruşur. 30 və 6-nı toplayırsınız, cəm olur 36. Yəni, A bəndi.